Gördüyünüz bu alimləri mən hamısını işə götürmüşəm. Ayda bunlara 15 min, 20 min, 25 min maaş verirəm. Bunlar hamısı mənim işçilərim. Sigmund Freud maraqlı oldu. Zigi mənimlə biraz danışdı. Mən ona əlavə 5 min verdim ki, o mənimlə danışmaz. Tesla'ya dedim, bəs o maşınları gəl, aformit edək, özümüz sataq. O da mənimlə razılaşmadı. Onun maaşından 5 min kəsib verdim Zigiyə. Zigmund olar. Zigmunda da, hə. Bunların içində ən çox pulu Galilei ilə Newtona verirəm. Sonra söz gəldi ki, yer bu yumru deyil, düzdür. Mən orada da Galilei ilə Newton onların da maaşlarını kəsdim. Newton öz işini görür, mən onun üçün, onun dedilər kəşfi almadan ibarətdir. Mən onu danışmışam, onun üçün elə qrubadan alma gəlir, o da orada öz kəşflərini edir. Burada da mənim işim gedir. Maria Curie'dir. Mən onu işə götürəndə elə bildim o yaxşı kürə çörəyi bişirir. Sonra istədim ona münasibətlər qurdum. Sonra mənə qulağıma dedilər ki, bəs o Pierre Curie ilə evliymiş. Sonra onu işdən çıxartdım. Sonra ona görə zənglər gəldi mənə, mən onu təzədən işə götürdüm. Burada ən çox problem yaşadan mənə Aristoteldir. Aristotel çox açıq sözlüdür. Ona görə Aristotelə ayda 40 min pul verirəm ki, danışmasın mənə. İşlər öz qaydasında gedir. Mən öz çoban papağımı qoyuram. Otururam və çoban olaraq bu alimlərin necə mənim üçün çalışdığına baxıram, həzz alıram, qürrələnirəm. Sağ olun.